Hər vaxtınız xeyir əziz müəllimlər. Sizinlə mən Elmi müəllim Əsgərzadədir. Bu videomuzda bizi irəlidə hansı proseslər gözləyir, dərs gedişatımız hansı formada olacaq, bunlar barəsində ətraflı məlumat verəcəm. Deməli müəllimlər, dərslərimiz həftədə 2 dəfə olmaqla keçirilir. Yəni say olaraq həftədə 2 dəfədir. Əslində 2 dəfə deyil, çoxdur. Videonun digər hissəsində, yəni irəlidə bu barədə geniş danışacağam. Dərs günləriniz var. Məsəl üçün götürək, həftənin 2-ci, 5-ci günləri 19-30 qrupu. Hər həftənin 2-ci, 5-ci günləri öz dərs günlərinizdir. Əlavə olaraq öz dərs günlərimizdə nə edəcəyik? Nəzərinizə çatdırım ki, evə nə tapşırıq versəm, hamısının bir-bir izahı sizə göndərirəm. Yəni sizin ev tapşırığınızdan bir dənə də olsun sualınız olmayacaq. Bütün izahlar əlinizin altında. Ev tapşırığında sizin heç bir probleminiz olmayacaq. Nəyi bilmədin? Tak anında daxil olmaqla, belə deyək, bilmədiyin, problem yaşadığın sualın izahına baxa biləcəksən. Ev tapşırığında problemin olmur. Sual verə bilərsən, ay Elmi müəllim, bəs dərsdə nə edirik? Canlı yayımımızda, məsəl üçün, ilk dərsimiz nədir? Mərtəbə, sinif yuvarlaqlaşdırma. Canlı yayım açırıq. Canlı yayımda, məsəl üçün, keçən dərsimizdə evə mərtəbə sinif yuvarlaqlaşdırma ilə bağlı mövzu və test nümunələri, test tapşırıqları vermişdimsə, mərtəbə sinif yuvarlaqlaşdırma ilə bağlı heç bir kitabda olmayan və əvvəlki illərdə qəbulda istifadə oluna biləcək, nisbətən çətinliyi artırılmış, sertifikasiya və MİQ imtahanda sizə lazım olacaq bütün tip sualların canlı yayımda sual cavabını etmiş olacaq. Yəni, heç bir kitabda rastına çıxmayan fərqli sual nümunələri ilə canlı yayımda saat yarım sizləri sual cavab edəcəm. Bu sual cavabdan dərhal sonra başlayacaq bizim mövzu sınağımız. Artıq mövzu sınaqlarından sonra, mövzu sınaqlarının izahlarından sonra sənin keçilən mövzu ilə bağlı heç bir problemin olmayacaq. Yəni, başqa cür desək, nümunə olaraq mərtəbə sinif yuvarlaqlaşdırmanı üfürəcəksən aşacaq. Bu belə. Sənin beynində sual yaranır. İndi mən oturmuşam, yəqin ki, qəşəng düşürəm. Qəşəng düşürəm, Rəşad bəy? Əla. Əla. İndi səndə sual yaranır ki, müəllim, bəs hansı kitablardan istifadə edəcəyin? İndi burada hələ ki, bir neçə kitabımdan istifadə edəcəyin. Yanımda 2 kitab var. Riyaziyyat, məsələ işləmək üçün praktik qaydalar 5-ci nəşr. Riyaziyyat məsələlər kitabı 7-ci nəşr. MHM kitablardır. Bizim burada MHM 100 bal sınaq kitabımızda olmalıdır, amma tapmadım, eybi yox. Qruplarınızı onu yönəldərəm. Aha, riyaziyyat məsələlər 5-ci nəşrdə, yəni riyaziyyat məsələ işləmək üçün praktik qaydalar. Bax, bu kitabda müəllimlər sizə imtahanda lazım olacaq bütün test nümunələri, bütün qaydalar, baxana yenə qeyd edirəm, imtahanda sizə lazım olacaq bütün qaydalar hamısı bu kitabda. Qaydalar vermişik, qaydalara uyğun sual nümunələri vermişik və ən əsası o sualların izahını vermişik. Yəni bu sualda, yəni bu kitabda həm qaydalar var, həm qaydalara uyğun misallar var, testlər var, məsələlər var, həm də o məsələlərinin geniş formada izahı yer alır. Yəni bu kitab sizə çox kömək olacaq, həm də əlavə test nümunələri var. Əlavə olaraq digər işləyəcəyimiz kitab Riyaziyyat məsələləri 7-ci nəşrdir. Bu kitab, belə deyək də, MİQ sertifikasiyanın bu 2 kitab olmazsa olmaz kitablarındandır. Burada qayda yoxdur, ancaq və ancaq test nümunələridir. Burada olan kitabın, yəni bu kitabın demək olar ki, sizlərlə 95-98%-ni tam olaraq keçəcəyin, imtahana bir sözlə hazırlıqlı getmiş olacaqsınız. Başqa cür desək, bu 2 kitabı mükəmməl səviyyədə bilən bir müəllimin imtahanda problemi olmayacaq. Nəzərə alaq ki, biz sizlərlə bu kitabları işləyəcəyin, sizin bir probleminiz olmayacaq. Buna əmin ola bilərsiniz. Sual verə bilərsiniz ki, müəllim, başqa kitab varmı? Bəli, başqa kitabdan da keçəcəyin. Söhbət hansıdır? MHM 100 bal sınaq kitabı. MHM deyirəm, indi orada sən öz-özünə deyirsən ki, ay Elmi müəllim, MHM axı Azərbaycan dilinə uyğun deyil, MHM. Yaxşı, sənin dilinlə desək MHM olsun. Amma bizə MHM daha dilə yatımlıdır mənə, ona görə MHM deyirəm. İndi istifadə edəcəyin MHM 100 bal
sınaq kitabı. Kitabın şəklini qruplarınıza yönəldərəm. Əlləzovun kitabı, Talıbovun kitabı. Yəni bu adın çəkdiyim kitablardan sonra və bu kitablardan sonra riyaziyyatı biri var yazmaq. Sertifikasiyada 25 sualın 25'ində düz, MİQdə 20 sualın 20'sində düz. Biri var sualları həll etmək, biri var riyaziyyatı öyrənmək. Sizlər bu kitablarla riyaziyyatı öyrənəcəksiniz və işlədiyiniz məktəbdə savadınıza əsasən sayılıb seçilən müəllimlərdən olacaqsınız müəllimlər. Buna əmin ola bilərsiniz. Buna əmin ola bilərsiniz. Sınaq cəhətdən narahat olmayın. Bizim yüzlərlə sınağımız var və sınaqların böyük əksəriyyətini yeniləmişəm. Yenilənmiş sınaqlardır. Əlavə olaraq dərs izahların hamısı sıfırdan yenilənir. Əvvəlki illərdən fərqli olaraq bu il dərs izahlarında mən özüm, yəni elmi müəllim verəcək. Dərs izahları hamısı sıfırdan yenilənir. Yeni çərçivə sənədinə əsasən, yeni çərçivə sənədinə uyğun, belə deyək, dərs izahları, sınaqlar sizləri gözləyir. Belə deyək. Bu qeyd etdiyim proqramı bitirdikdən sonra siz riyaziyyatdan maksimum yazmayacaqsınız. Yəni, mənim məqsədim də zaten bu deyil. Maksimum yazmaq öz yerində. Siz riyaziyyatı mükəmməl səviyyədə öyrənəcəksiniz. Müəllim, maksimum yazmayacağıq, yəni 18-19 yazacağım. O mənada demirəm. Yəni, riyaziyyatı bu kitablardan sonra sən onsuz da yazacaqsan. Onsuz da maksimum nəticəni toplayacaqsan. Sən riyaziyyatın özünü öyrənmiş olacaqsan, müəllim. Əlavə olaraq, bayaq dedim, videonun əvvəlində dedim ki, dərslərimiz həftədə 2 dəfədir, bu formaldır. Həftədə əslində 2 dəfə deyil, bizim əlavə dərslərimiz olur, əlavə sınaqlarımız olur. Bu barədə artıq öz WhatsApp qruplarınızda ətraflı məlumat verəcəyim. Yəni, bəzi aylar olacaq ki, bizim həftənin hər günü dərsimiz olacaq. Həftədə 7 dəfə riyaziyyat olacaq. Həftədə 7 dəfə ümumi sınaq olacaq və s. İndi bu aydan aya dəyişən bir şeydir deyə bu barədə indi danışmaq istəmirəm, amma ümumi olaraq qeyd edim ki, dərslərimiz həftədə 2 dəfə, ad olaraq 2 dəfədir. Əslində 2 dəfə deyil, dərs sayımız kifayət qədər çoxdur. Zamanla öz qruplarınızda bu barədə məlumat verəcəm. Düşünürəm ki, bu dərs prosesindən sonra artıq siz maksimum nəticəni əldə etmək üçün qarşınızda heç bir əngəl olmayacaq. Necə ki, əvvəlki illərdə 2019, 2020, 2021, 22, 23, 24, 25, 26 bunların hamısında maksimum riyaziyyatdan maksimum nəticə göstərən yüzlərlə tələbəmiz olub. Son 2 ili nəzərdə tutsaq, 2025-ci ildə ölkə birincisi MİQ üzrə Nuranə Heydərova bizim tələbəmiz olub, 95,75 bal. 2025-ci ildə sertifikasiya ölkə birincisi bizim tələbəmiz olub, Lalə Hüseynzadə 59 bal. 2026-cı ildə MİQ ölkə birincisi bizim tələbəmiz olub, Şəhla Eyvazova 96,75 idi səhv eləmirəmsə. Yəni müəllimlər, sözümün canı nədir? Əgər bu videoya baxırsınızsa, doğru ünvandasınız. Hər şey mükəmməl olacaq. Buna əmin ola bilərsiniz. Sizinlə mən Elmi müəllim Əsgərzadə idi. Bu qısa tanışlıq idi. Dərs prosesimiz barədə qısa tanışlıq idi. Hələlik özünüzə yaxşı baxın. Canlı yayımlarda, dərslərdə görüşənə qədər.